uşaq yaşımdan Türkiyəyə aparılmışdım və 14 yaşımdan istismara məruz qaldım və 2016-cı ildə Azərbaycana qayıtdım. Polisə müraciət etdim. Polis də məni Sosial Xidmətlər Agentliyinin İnsan Haveri Qurbanlarına Yardım Mərkəzinə göndərdi və orada mən ilk öncə psixolojik dəstək göstərdilər. Uşağımı bağça ilə təmin elədilər. Mən şirniyyat bişirməyi sevirəm və bunu da mərkəzdə demişdim. Və mərkəz mənə təklif elədi ki, niyə bu işi gələcək işinizə çevirmirsiniz, karyeranızı çevirmirsiniz. Sonra mərkəz mənə məşğulluğa müraciət eləməyə təklif elədi və hal-hazırda gözləmədəyəm. Mənim kimi qurbanlara səsləmək istəyirəm, xanımlarımıza səsləmək istəyirəm ki, çəkinməsinlər, həqiqətən köməkliyi olunur və mənim kimi onlar da müraciət edib buraya yaxınlaşa bilərlər və onlara hər cür köməkliyi olunacaq.